Hazırsınız? Sizə bir dənə maraqlı parfüm göstərəm. Əslində bunu niyə göstərirəm? Çünki sonra deməyəsiniz ki, bunu mənə niyə göstərməmisiniz? Parfümün maraqlı olmağı onun nəyindədir? Onu izah edeyim ilk öncə. Baxın, tutqulu, zərif, incəlik, yumuşaqlıq, bir də sərtlik var tərkibində. İndi deyəcəksiniz ki, nəyə görə bunların hamısı, necə olur ki, bunların hamısı olur? Parfüm özü ümumiyyətlə açıla-açıla tərkibində bu ilk notunda yumuşaqlıq var. Ondan sonra incə notlar çıxır. Ondan sonra sonda da bəylər üçün bir dənə qəşəng sərt notları çıxır ki, amma incitməyən notları çıxır. Parfümün adı elə özü kimi şedevr. Yoxlamayanlar gəlib yoxlasın. Çünki yoxlayan heç bir şəxs bundan yan keçə bilmir. Ətri qoxlayan kimi onsuz da əldə etmək istəyəcəksiniz. Gəlin mağazaya yaxınlaşın, özünüz görəcəksiniz.